Məhəlləmizdən tez köçən İliş. O gülüşü ilə ürəkləri fəth etdi. Obrazları ilə yaddaşları həkk olundu. Ən əsası insanlığı ilə hamının sevgisini qazandı. Söhbət əməkdar artist Cabir İmanovdan gedir. Qız uşağı üçün ata valideyn kişinin ideal formasıdır. 1976-cı ilin iyun ayında Bakı şəhərində dünyaya göz açan Cabir ziyalı bir ailənin övladı idi. Onun atası iqtisad elmləri doktoru Qorxmaz İmanov, qardaşı isə hamımızın tanıdığı sevimli aktyor Tahir İmanovdur. Cabir İmanov həyatında iki fərqli yolu seçdi. Biri intizamlı, qaydalarla dolu polis xidməti, digəri isə səhnənin, sənətin sərhədsiz aləmi. O, Daxili İşlər Nazirinin polkovnik leytenant rütbəsinə qədər yüksəldi. Amma eyni zamanda gülüş və sevinç bəxş edən KVN səhnəsində də parladı. 90-cı illərin gəncliyi onu Parnis Baku komandası ilə tanıdı. İllər keçdikcə Planet Parnis Baku teatrında tamaşaçıları güldürməyi, düşündürməyi davam etdi. 2015-ci ildə əməkdar artist, 2021-ci ildə isə tərəqqi medalı. Amma Cabir İmanovun ən böyük mükafatı tamaşaçıların alqışı idi. 2025-ci ildə qəfil ürəyi tutması onu məhəlləmizdən uzaqlara apardı.